Salamlayırıq. Bilirsiniz, döş vəzinin MRT müayinəsi xərçəngi tapmaqda əlbəttə ki, inanılmaz dərəcədə güclü bir alətdir. Çox həssasdır. Bəli, həssaslığı çox yüksəkdir. Amma elə bu gücü sanki onun ən böyük zəifliyini də yaradır, yəni spesifiklik məsələsi. Düzdür. MRT o qədər çox şeyi görür ki, bəzən xoşxassəli tapıntıları belə şübhəli kimi qeyd edir. Bu da sonda nəyə gətirir? Pasiyent üçün əlavə stres və çox vaxtda lazımsız biopsiyalara. Tamamilə doğru və bizim bugünkü müzakirəmizin əsas məqsədi də elə budur. Əlimizdəki mənbə British Journal of Radiology jurnalındakı icmal məqalə bu problemi həll etmək üçün bizə bir növ yol xəritəsi verir. Yəni, məsələ təkcə xərçəngi tapmaq deyil, Qətiyyən, məsələ həm də əminliklə bu, xərçəng deyil deyə bilməkdir. Məqalədəki rəqəmlər də yəni vəziyyəti çox aydın göstərir. Yüksək riskli qadınlar üzərində aparılan bəzi skrining tədqiqatları göstərir ki, hər tapılan bir xərçəng üçün 4 qadın biopsiya edilir. 4 biopsiya. Bəli, bu o deməkdir ki, 3 qadın boş yerə invaziv bir prosedura məruz qalır. Deməli, bizim bugünkü missiyamız bu məqaləyə əsaslanaraq sizi xoşxəsəli təqlidçiləri, yəni xərçəng kimi görünən, amma əslində zərərsiz olan tapıntıları inamla tanımaq üçün biliklərlə, necə deyim, silahlandırmaqdır. Gəlin başlayaq. Məqalə American College of Radiology-nin BIRDS sisteminə əsasən tapıntıları 3 əsas qrupa bölür. Kütlələr, kütlədən kənar kontrastlanma, yəni NMI və kontrastlanma ocaqları. Və hər birinin öz qırmızı bayraqları var, eləmi? Gəlin kütlələrdən başlayaq. Bədxasəli bir kütlənin klassik əlamətləri nələrdir? Birinci, yəqin ki, kənarlarıdır. Girintili çıxıntılıdırsa, bu ilk şübhəli əlamətdir. Bu, şişin ətraf toxumalara, yəni invaziya etdiyinə işarə edir. Aydındır. İkincisi, kontrastlanma nümunəsi. Yəni, kütlənin içi kontrastı necə tutur? Dəqiq. Bədxassəli şişlərdə qan təchizatı adətən xaotik olur, bu da özünü iki şəkildə göstərir. Ya mərkəzi nekrotik olduğu üçün kənarları həlqə kimi, yəni ring enhancement şəklində kontrastlanır, Ya da tamamilə qeyri-bərabər olur. bəli, ya da daxili kontrastlanma qeyri-bərabər, heterogen olur. Hər ikisi də şübhəlidir. Amma əsl məsələ, dediyiniz kimi, kinetikada, yəni kontrast maddənin zamanla necə paylanmasında baş verir. O məşhur washout əyrisi. Bunun arxasındakı məntiq nədir? Niyə sürətli kontrastlanma və sonra yuyulma bədxassəliyə bu qədər güclü işarə edir? Çox gözəl sualdır. Baxın, bunu sadə bir analogiya ilə izah edək. Təsəvvür edin ki, bədxassəli şişlər özləri üçün tələsik, keyfiyyətsiz qan damarları çəkirlər. Sanki sızdıran borular. Aha, Kontrast maddə bu sızdıran damarlara çox sürətlə dolur bu. Sürətli ilkin fazadır. Amma eyni zamanda bu keyfiyyətsiz sistem kontrastı saxlaya bilmir və o sürətlə toxumadan xaric olur. Bu da washout və ya plato effektini yaradır. xoşxassəllərdə isə damarlar daha nizamlıdır. Bəli, ona görə də onlarda kontrastlanma yavaş-yavaş artır və davamlı olur. Tayf 1 əyri. Çox aydın oldu. Bəs siyahıdakı sonuncu vacib amil DWI, yəni difuziya çəkili təsvirlər. ADC dəyərləri bizə nə deyir? WVI, MRT-nin spesifikliyini artıran, necə deyim, gizli silahlardan biridir. ADC-ni anlamağın ən asan yolu onu bir otaqdakı sıxlıq kimi düşünməkdir. Sıxlıq? Bəli, sıx hüceyrəli bir şişdə, yəni adamla dolu bir otaqda su molekulları sərbəst hərəkət edə bilmir. Nəticədə ADC dəyəri aşağı olur. Amma fibradenoma kimi xoşxassəli bir törəmədə, yəni boş bir otaqda, su molekulları sərbəst hərəkət edir və ADC dəyəri yüksək olur. Deməli, bu o qədər güclü bir vasitədir ki, hətta sürətli kontrastlanan bir kütlənin ADC dəyəri yüksəkdirsə, biopsiyadan yayınmaq olar. Bəli, bu bizi biopsiyadan çəkindirə bilər. Çox güclü bir dəlildir. Yaxşı, kütlələr aydındır. Bəs NMI, yəni kütlədən kənar kontrastlanma, məqalədə deyilir ki, burada kinetik əyrilərə o qədər də güvənmək olmur. Bu niyə belədir? Səbəb odur ki, NMI çox vaxt aydın formalaşmış bir kütlənin damar sisteminə malik olmayan daha difuz bir prosesdir. Ona görə kinetikaya yox, daha çox naxışların tanınmasına, yəni morfologiyaya fokuslanırıq. Yəni, harada yerləşdiyinə və nəyə bənzədiyinə baxırıq. Məhz. İki əsas xüsusiyyət var. Paylanma forması və daxili nümunə. Paylanma forması deyəndə,
Yəqin ki, segmental paylanmanı nəzərdə tuturuq, eləmi? Bəli. Əgər kontrastlanma süd axacaqlarının bir segmenti boyunca ucu məmə ucuna tərəf yönəlmiş üçbucaq şəklində yayılıbsa, bu DCIS üçün, yəni daktil karsinamı in situ üçün çox şübhəlidir. Bəs daxili nümunə? Daxili nümunəyə gəlincə, ən təhlükəli görünüşlərdən biri clustered ring adlandırdığımız mənzərədir. Yəni, kiçik, qruplaşmış üzüklər. Bunu bir salxım üzüm dənəsi kimi düşünün. Bu naxşı dördüyünüz zaman DCIS ehtimalı kəskin şəkildə artır. Deməli, NME-də daha çox vizual naxış axtarışındayıq. Aydındır. Yaxşı, bəs təsvirləri şərh edərkən bizi çaşdıra biləcək başqa amillər varmı? Məqalə iki tələdən bəhs edir. Fon parenximal kontrastlanması, yəni BPE və hərəkət artefaktı. Bəli, bu iki amil həqiqətən də baş ağrısı ola bilər. Orta və ya yüksək dərəcəli BPE, yəni döş toxumasının özünün fon olaraq güclü kontrastlanması kiçik bir şişi asanlıqla gizlədə bilər, ya da özü şübhəli NME kimi görünə bilər. Amma məqalədə çox maraqlı bir nüans vurğulanır. Bəli, yüksək BPE təkcə diaqnostik çətinlik deyil, həm də gələcəkdə döş xərçəngi riskinin artmasının müstəqil bir göstəricisidir. Bu çox vacib bir məlumatdır. Yaxşı, bəs praktikada BPE-ni azaltmaq üçün nə edə bilərik? Ən yaxşı strategiya MRT müayinəsini menstrual siklin ikinci həftəsinə, yəni 6-cı və 16-cı günlər arasına planlaşdırmaqdır. Bu dövrdə hormonal təsir minimal olduğu üçün BPE də ən aşağı səviyyədə olur. Bəs bununla yanaşı? Yanaşı olaraq da BPE-nin tipik simmetrik formalarını tanımaq lazımdır. Məsələn, picture framing dediyimiz döş vəzinin kənarları boyunca çərçivə kimi kontrastlanma. Bunu tanısaq, onu şübhəli asimetrik NME-dən ayıra bilərik. Bəs hərəkət artefaktı bu xüsusilə subtraksiya olunmuş təsvirlərdə problem yaradır, deyilmi? Dəqiq. Pasiyent azacıq tərpənən kimi substraksiya algoritmi çaşır və mövcud olmayan yalançı kontrastlanma sahələri yaradır. Amma onu tanımaq üçün bir ipucu var. Necə? Bu artefakt adətən toxuma konturlarını izləyən cüt xətlər bir tünd, bir açıq xət şəklində olur. Bu cüt xətti gördünüzsə, çox güman ki, bu real kontrastlanma deyil, hərəkətə bağlı bir artefaktdır. Yaxşı, standart MRT-dəki tələləri anladıq. Amma pasiyentin əməliyyat və ya şua terapiyası keçmişi varsa məncə, vəziyyət daha da mürəkkəbləşir. Tamamilə. Bütün mənzərə dəyişir. Bu, bəlkə də radioloqların ən çox çətinlik çəkdiyi sahələrdən biridir. Gəlin əsas tapıntıları bir-bir açaq. Məsələn, seroma. Seroma əməliyyatdan sonra yağlan mayyə dolu boşluqdur. Onun nazik, xamar, kontrastlanan divarının olması tamamilə normaldır. Hətta bu, 5 ildən sonra belə qala bilər. Təlaşlanmağa heç bir səbəb yoxdur. Bəs şua terapiyasının təsirləri, bu, yəqin ki, daha aldadıcı dəyişikliklərə səbəb olur. Həqiqətən də. Radioterapiyadan sonra dəri qalınlaşır, ödem yaranır. Amma ən vacib və ən aldadıcı dəyişiklik şualanmış döş vəzində fon parenximal kontrastlanmasının, yəni BPE-nin kəskin şəkildə azalmasıdır. Aha. Bu isə sağlam, şualanmamış o biri döş vəzi ilə kəskin bir asimetriya yaradır. Bir dəqiqə, bu çox böyük bir tələdir. Deməli, əslində sağlam tərəf normal fon kontrastlanması davam etdiyi üçün müalicə olunmuş tərəflə müqayisədə daha aktiv və şübhəli görünə bilər. Mükəmməl ifadə etdiniz. Tələ məhz budur. Pasiyentin tarixçəsini bilməsən, asanlıqla gedib sağlam tərəfi biopsiya edə bilərsən. Əlbəttə. Məqalədəki şəkil 2 bu vəziyyəti çox aydın göstərir. Sağlam döşdəki tamamilə normal PBI şualanmış tərəflə yan-yana qoyulanda asimetrik və qorxuducu bir NME kimi görünür. Klinik tarixçə burada həyati əhəmiyyət daşıyır. Bəs yağ nekrozu, yəni fət nekrozis, məqalədə deyilir ki, o həm morfoloji, həm də kinetik olaraq xərçəngi təqlid edə bilər. Belə şübhəli görünən bir törəmənin biopsiyasından yayınmaq üçün nəyə güvənə bilərik? Bu, çox haqlı bir narahatlıqdır. Yağ nekrozu, xüsusilə flap rekonstruksiyalarından sonra həqiqətən də bədxassəli şiş kimi görünə bilər. Amma burada həlledici bir diaqnostik mirvari var. Buyurun. Kontrast verilməmiş T1 çəkili təsvirlərə qayıdıb, törəmənin mərkəzindəki siqnalı ətrafdakı normal pi toxumasının siqnalı ilə müqayisə etməliyik. Əgər siqnal intensivliyi eynidirsə. Yəni, törəmənin mərkəzi
pi qədər parlaqdırsa, bir növ vizual qalereya kimi bəzi spesifik xoşxassəli diaqnozların MRT-dəki əsas xüsusiyyətlərini müzakirə edək. Tutaq ki, təsvirdə dairəvi, T2-də çox parlaq bir törəmə görürsünüz. Onun sadə bir kist olduğuna əmin olmaq üçün nəyi yoxlamalısınız? Dərhal substraksiya olunmuş təsvirlərə baxırsınız. Əgər daxilində qətiyyən sıfır kontrastlanma varsa, deməli bu sadə kistdir və məsələ bağlanır. Bəs tələ harada ola bilər? Tələ iltihablı kistlərdə ola bilər. Onların divarı kontrastlana bilər. Amma bu divar nazik, hamar və uniform olduğu müddətcə yenə də təhlükəsiz ərazidəsiniz. Yaxşı. Bəs ən çox rastlaşdığımız xoşxassəli kütlə fibroadenoma. Onun tipik oval, aydın hüdudlu görünüşündən başqa daha spesifik bir əlaməti varmı? Var, amma təəssüf ki, hər zaman olmur. Ən spesifik əlamət kütlənin daxilində kontrastlanmayan tünd septaların, yəni non-enhancing internal septations olmasıdır. Bu septaları görsəniz, diaqnoz demək olar ki, dəqiqdir. Amma bəzən onlar da sürətli kontrastlana bilər. Bəli, məhz o zaman əvvəl danışdığımız DWI və yüksək ADC dəyəri köməyimizə çatır və diaqnozu təsdiqləyir. Növbəti diaqnoz süd axacaqlarının genişlənməsi, yəni duct ektaziya. Burada kritik fərqləndirici məqam nədir? Kritik məqam yenə də kontrastlanmadır. Genişlənmiş axacaqlar T1 və T2-də parlaq siqnal verə bilər, amma substraksiya olunmuş təsvirlərdə onların divarında və ya daxilində kontrastlanma olmamalıdır. Əgər varsa? Əgər kontrastlanma varsa, bu artıq sadə ektaziya deyil, bu axacaq daxilində papilloma və ya hətta DCIS ola biləcəyinə dair ciddi bir siqnaldır. Daha nadir, lakin vacib olan digər diaqnozlar haqqında da qısa məlumat verək. Məsələn, abses və ya paş. Abses adətən qalın, qeyri-müntəzəm, həlqəvari kontrastlanan divara malik bir kütlə kimi görünür və klinik mənzərə ilə birlikdə qiymətləndirilməlidir. Paş isə daha çox anemiya şəklində klamp nümunəsi ilə təzahür edir və çox vaxt biopsiya tələb edir. Bəs radial skar? Radial skar isə, yəni radial çapıq, o qədər dəyişkən görünüşə malikdir ki, bəzən MRT-də tamamilə gizli qalır, bəzən isə çox şübhəli bir kütləyə bənzəyir. Bu da adətən biopsiya ilə nəticələnən diaqnozlardan biridir. Beləliklə, bütün bu təhlilin yekunu nədir? Əgər bir əsas nəticə çıxarmalı olsaq, o nə olardı? Mənə elə gəlir ki, məsələ sadəcə xərçəngi tapmaq deyil, həm də nəyin xərçəngil olduğunu əminliklə söyləyə bilməkdir. Mütləq. MRT-nin spesifikliyini artırmaq, radioloji bacarıqlarımızı məhz bu xoşxəssəli tapıntıların geniş spektrini tanımağa yönəltməklə mümkündür. Məqsəd, bu güclü müayinə metodunun fayda-zərər balansını maksimum dərəcədə pasiyentin xeyrinə dəyişməkdir. Yəni, diaqnostik güc təkcə patologiyanı tapmaqda deyil. Düzdür. Həm də normanın və xoşxəssəli variasiyaların bütün çalarlarını tanımaqdadır. Sonda, sizi düşünməyə vadar edəcək bir fikir. Məqalədə qeyd olunur ki, döş MRT müayinələrində təsadüfi olaraq döşdən kənar tapıntılara da rast gəlinir və bunların təxminən 20%-i bədxassəli ola bilir. Sümükdə, ağciyərdə metastazlar kimi. Bəli, bu çox vacib məqamdır. Bütün diqqətinizi döş vəzindəki o şübhəli lezyona cəmlədiyiniz bir vaxtda müayinə sahəsinin kənarlarını, ağciyərlərin zirvəsini, qaraciyərin bir hissəsini, döş sümüyünü sistematik şəkildə yoxlamaq üçün nizam-intizamı necə qoruyursunuz? Təsadüfi, lakin potensial olaraq həyat qurtaran bir tapıntının gözdən qaçmamasını təmin etmək üçün sizin şəxsi strategiyanız və ya vərdişiniz nədir?